Son dövrlərdə ölkədə o qədər mənasız cərimələr, cəza tədbirləri tətbiq olunub, amma bir sahə ümumiyyətlə diqqətdən kənardadır: dilənçilik. Türkiyədə, məsələn, digər ölkələrdə dilənçilərə qarşı qanunlar var. Son günlərdə Türkiyədə bir dilənçini tutmuşdular. Adam zəlzələdən özünü güya vaxtilə olmuş zəlzələ qurbanı kimi göstərib, cəmaatdan pul yığırmış. Məsələn, 2 il əvvəl zəlzələ olub, amma bu insan qurbanam, ay çöldə qalmışam falan filan deyib insanlardan pul yığırmış. Və polis onu tutub dilənçilərə qarşı verilən qanun üzrə cəza tədbiri görür və onun təsəvvür edin ki, bir gündə yığdığı pul bilirsiniz nə qədərdir? TL-ni dollara çevirəndə 1000 dollara yaxın pul olub. Və orada rəylərdə yazırlar ki, bilsəydik biz də elə bu işlə məşğul olardıq. Gör bu insan bir gündə nə qədər pul yığırmış. Və bu nəyə gətirib çıxarır? Bu cür rahatlıqla, heç bir iş görmədən rahatlıqla qazanc əldə etmək hissi digər insanlara da yavaş-yavaş sirayət edir. Çünki bizim küçələrdə də, şəhərlərin küçələrində, hətta kəndlərin, məscidlərin qabağında ildən-ilə dilənçilər çoxalır və min bir üsulla elə bil özü də insandan əl çəkmirlər, adamın zəhləsini tökürlər və nə qədər də arxanca da gəlirlər və bu insanları dilənçiliyə öyrədən insanlar da, yəni həm dilənənlər, həm o dilənçilərə pul verənlər, bilirsiniz siz nə qədər günah sahibi olursunuz. Çünki öz xalqını sevən insan öz xalqını dilənçiliyə öyrətməz. Çünki dilənçiliyə öyrənmiş insan artıq bitmiş insandır. O insanın geriyə dönüşü olmur. O insan bütün ləyaqət hissini itirmiş olur, simasını itirmiş olur. O insan getsin öz haqq hüququnu tələb etsin. Edə bilmirsə elə acından ölsə yaxşıdır. Çünki elə insanın yaşamağından yaşamamağı arasında nə fərq var ki? O insan nəyə görə yaşamalıdır ki? Sapasağlam insanlar baxırsan dilənirlər. Ondan xəstə insanlar min bir əziyyətlə çörək pulu qazanırlar. Hakimiyyətə deyirəm, bax o qədər cərimə pulları ilə pul yığmanın üsullarını tapırsınız. Birində sizə dedim, dilənçiləri küçələrdən yığışdırın. Çünki bunun sonu sizin başınızda çatlaya bilər. Hətta qədim dövrdə Roma imperatorları Roma şəhərində o qədər yoxsul, dilənçi çoxalıbmış, onların həyəcanlarından qorxub və onların üsyanlarından qorxaraq onlara çörək pulu verilmiş və tamaşa göstərilmiş. Siz də bu dilənçiləri ya yığışdırın, ya da onlara çörək pulu verin və tamaşa göstərin. Çünki pislik həmişə yolxucu olur. Yəni insanlar pisliyə daha çox meyillidirlər və görəcəklər ki, bax bu dilənçiliyin də müxtəlif yollarını, daha kreativ yollarını axtarıb tapacaqlar. Necə ki, hakimiyyət kreativ yollar axtarır ki, cərimələr qoyub insanların son qəpiyində necə cibindən çıxarın. Bu dilənçilər də fikirləşir, hərləsi bir cür. Yəni elə bəziləri hətta maşın öpən dilənçilər var. Maşını öpür ki, yəsi ona pul versin. Yəni bilirsiniz, bu mənəviyyatın bu qədər aşılması gülsəm də əksinə çox faciəlidir. Çünki artıq dilənçiləri sən arxanca gəlirlər, hətta pul verməyəndə nə gəldi deyirlər və sənə nifrətlə baxırlar, onlara pul vermirsən deyə. Və üstəlik də elə zaman gələcək ki, imkanları düşsə səni döyüb, fürsət düşən yerdə də hardasa, bir də gördün səni döyüb, əlindən hər şeyi alırlar. Yəni, dediyim kimi, bu heç də yaxşı əlamət deyil. Amma bu dilənçiliyə, xalqını dilənçiliyə öyrədənlər də heç siz savab iş görmürsünüz. Günah qazanırsınız. Çünki dilənən insanda üzündə bir damcı üzünün suyu qalmır. Çünki insan gör nə dərəcəyə çatmalıdır ki, əl açıb utanmasın, onun bunun yaxasından sallansın ki, mənə pul ver. Yaxud da bu salfetkanı al. Məcbur eləyir ki, salfetkanı almalısan. Bir var ha, salfetka satıram, alırsınızmı? Təklif eləmək olar. Bir də var yapışır, nə olar? Birini al, nə olar? Əlahəzrət Müzəffər. Mən şəxsən bu ölkəyə baxanda utanıram. Sən necə utanmırsan ki, gözəlim, o sərvət dolu, o bollu, bərəkətli bir ölkəni susuz dəyirmana çeviribsiz.